Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə düz yol qırağı 92, 170, 91 marşrutlarına yaxın olan ərazidə. Demək, hörmətli izləyicilər, 2.5 sotun içində, demək, 3 otaqlı tam təmirli, giryaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyən ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırım, gördüyünüz kimi 2 dənə, 3 dənə maşın rahat daxil olur həyətinə. Düz yola açılır. Marşrut düz qapının ağzından keçir. 92, 170 marşrutlarına da yaxın ərazidən yerləşir. Bax, gördüyünüz kimi bura evin yan tərəflərdir. Evin hər tərəfi demək olar açıqdır. Havalanmaya tam uyğundur. Böyründə də başında da bax belə bir geniş həyətyanı sahəsi var. Yenə qeyd edirəm, 92-170 marşrutlarına yaxın yerdə yerləşir. Bir də 91 düz qapının ağzından keçir, hörmətli izləyicilər. Gördüyünüz kimi bu həyətyanın sahəsi, evin xarici görünüşü, ev qoşadaşdan inşa olunub. Keçən indi evin içi ilə tanış olaq. Girən kimi bura dəhliz hissəsidir. Gördüyünüz kimi dəhlizi geniş, hardasa 1.60-1.70 dəhlizidir. Solda geniş qonaq otağıdır. Bu evin təmiri ev sahibi özü təmir eləyib. Yəni evin təmiri qaydasındadır, hörmətli izləyicilər. Eni 4 metr, uzunluğu da harası rahat 6-6-50 metr olar. Gördüyünüz kimi evin təmiri qaydasındadır. Yola yaxındır, qiymət də münasibdir. Sağda mətbəxdir. Gördüyünüz kimi, hörmətli izləyicilər, mətbəxi də normal, genişdir. Hardasa 14-15 kvadrat olar. Təxmini ölçü deyirəm, hörmətli izləyicilər, az fərq eləyir. Burada bir yataq otağı var. 3-ün 5-ə. Demək, burada bir yataq otağıdır. Burada bir dənə də yataq otağıdır. Gördüyünüz kimi, hörmətli izləyicilər, bu da hardasa 3-ün 5-ə, 15 kvadratlı bir yataq otağıdır. Evin də təmiri gördüyünüz kimi qaydasındadır. Kombi sistemləri də hamısı var. Sonda dəhlizin sonunda da burada, hörmətli izləyicilər, sanuzel hissəsidir. Sanuzeldə normal təmiri vəziyyətdədir. Gördüyünüz kimi, bütün nə varsa ev haqqında bütün məlumatlarını sizin nəzərinizə çatdırdım. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmasına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Ses Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamımızı kodlaşdırıb, kodları götürmək, yaddan çıxmaq üçün, hörmətli izləyicilər, sənədi, demək, köhnə dədə-babadan damaboy deyilir, yəni indiki qeydiyyat eləyirik. Qeydiyyatında köməklik göstəririk, yəni bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Evin qiyməti 85.000 start qiymətdir. Real alıcı olsa, üzr istəyirəm, hörmətli izləyicilər, 95.000 start qiymətdir. Üzr istəyirəm, 95.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcək. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. 95.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksə son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək.